Salam dostlar, mən Onur Rəsulov. Əgər siz maliyyə bazarlarına qoşulursunuzsa, aldanmamaq üçün bu videonu sona qədər izləməyinizi və paylaşmanızı xahiş edirəm. Mənim təxminən 10 ilə yaxındır ki, kapital bazarlar sahəsində təcrübəm var və təəssüf ki, bu müddət ərzində daha çox qazananlardan daha çox itirən şəxslərin olduğunu görmüşəm. Lakin o itirənlər arasında da böyük əksəriyyətin hər hansı bir strategiya ilə real hesabda ticarət edib vəsaitlərini itirdiklərinə görə deyil də, hər hansı bir dələduz şirkət və ya şəxs tərəfindən aldadıldığına görə öz vəsaitlərini itiriblər. Misal üçün, bir həftə öncə bir şəxslə danışırdım. Dedi ki, mən 10 min dollar vəsaitimi itirmişəm və strategiyama görə yox, mən əslində qazanırdım, lakin şirkət mənim vəsaitimi vermədi. Şirkətin adı FX Revenue şirkəti idi ki, indi baxacaq o şirkətə. Başqa bir xanımla danışırdım. Dedi ki, mənə xarici ölkədən rus dilli bir şəxs zəng etdi və mənim böyük bir kompaniyaya qoşulduğumu, böyük fürsətlərin olduğunu dedi. 500 dollarla başladım. Sonra 500 dollar borc alıb qoydum. Sonra dedilər ki, daha böyük vəsait qazanmışsınız. Bu vəsaiti geri çəkmək üçün 1000 dollar da vəsait etsəniz, biz sizin qazandığınız vəsaiti geri verəcəyik. Burada vergi öhdəliyi var və deyir, mən bankdan kredit aldım. O 1000 dollar yatırımda etdim. Toplam olaraq 2000 dollar vəsaitimi itirmiş oldum. Bir daha o şəxslə əlaqəyə keçə bilmədim. Başqa bir şəxsə mənim yanımda 2024-cü ildə rus dili bir şəxs Genevadan zəng edirdi, güya ki Genevadan zəng edirdi və ona təzyiq edirdilər ki, sənin 25 min dollarlıq öhdəliyin var, sən bu pulu ödəməlisən, əks təqdirdə biz səni məhkəməyə verəcəyik. Həmin şəxs yaşlı bir adam idi və ətrafı ilə birlikdə 70 min dollara yaxın pul yatırmışdılar. Və biz baxdıq ki, həmin şirkətin heç ümumiyyətlə veb saytı yoxdur və saxta bir broker şirkəti idi. Başqa bir şəxs dedi ki, mənə Yeni Zelandiyadan zəng etmişdilər. Bir xanım 2000 dollar vəsait yatırdım və 500 min dollar müəyyən aralıqla pul itirmiş oldum. Belə hekayələrin sonu sayıb bitirmək olan şey deyil. Bunun başlı səbəbi nədir? Əgər siz maliyyə bazarına qoşulursunuzsa, ilk olaraq bir broker seçməlisiniz. Və həmin broker seçərkən o brokerin veb saytına baxmalısınız. Əlavə olaraq da İndi sizə göstərəcəyim sayt vasitəsilə həmin şirkət haqqında müştəri rəylərini yoxlaya bilərsiniz ki, bu ən önəmli faktordur. Ola bilər çox güclü regulyasiyası olsun bəzi brokerların, lakin müştəri rəyləri neqativdirsə, həmin şirkətdən uzaq durmaq lazımdır. İndi gəlin baxaq. Bu Trustpilot saytıdır dostlar. Diqqət yetirin. Bunu öz browzerinizdə yazsanız Trust Pilot, yani bizim dilimizdə Trustpilot gedir İngilizcə, Trustpilot deyə bilərsiniz. Bunu yazırsınız, daxil olursunuz Trustpilot saytına və daxil olduqdan sonra, indi baxın, həmin o 10 min dollar itirən şəxsin, onunla danışdığım müddətdə mən dərhal buradan girib həmin şirkəti yoxladım. FX Revenues. Diqqət etirin dostlar. FX Revenues şirkətinin cəmi cümlətən 135 rəy yazılıb. Bunun 68%i 5 ulduz verib ki, bunların da böyük əksəriyyəti özləridir. Çünki 135 çox kiçik bir rəqəmdir. Lakin 25% 1 ulduz verib. Siz ən azı bunu gördüyünüz və ümumi 5 üzərindən skoru 1.9-dur. Və bunu gördüyünüz zaman dərhal bu şirkətdən uzaq durmalıydınız ki, burada böyük əksəriyyət negativ rəy verib, 1 ulduz verib şikayət edir və əlavə olaraq ümumi skorda 1.9-dur 5 üzərindən. Çox aşağıdır, yəni minimumdan belə aşağıdır. Və burada eyni zamanda müştəri rəylərini də oxuya bilərdiniz. Ən az dili bilməsəniz belə, ingiliscə yazılır əksəriyyəti. Buradan ən azından girib bu ulduzları yoxlaya bilərdiniz ki, bu şirkət haqqında neçə ulduz verib və neçə nəfər rəy verib bu şirkət haqqında. Və bu ən azından sizin, belə deyək, dələduzluğun qurbanı olmaqdan xilas edə bilərdi. İndi baxaq başqa şirkətlərə. Misal üçün, mən A-Marketsi istifadə edirəm. Gəlin baxaq həmin şirkətin skoruna. Diqqət etirin, ümumi olaraq A-Marketsin 3514 rəy yazılıb. Bunun 91%i 5 ulduz verib ki, hansı ki kifayət qədər yüksək bir göstəricidir. 3% isə 1 ulduz verib və ümumi skoru isə 5 üzərindən 4.8-dir. Yəni bu əslində müştəri yönümlü bir şirkətdir. Çünki şikayət olduğu zaman burada avtomatik olaraq negativ olur. Yəni bu əslində güvənli olduğunu göstərir. Başqa bir şirkəti yoxlayaq. Misal üçün IC Markets. Bunlar top broker şirkətləridir, belə deyək, global broker şirkətləridir. Diqqət etirin, burada da 50.916 nəfər rəy yazıb və 91% 5 ulduz verib, 1% isə
3% isə bir ulduz verib. Onsuz da 100% mükəmməl olan heç bir şirkət yoxdur. Amma ən azından və ümumi skoruna da baxırıq 4,8-dir 5 üzərindən. Ən azından biz bu göstəriciləri bildiyimiz zaman artıq qərar verə bilirik ki, hə, bu şirkət aldadırmı, dələduzdurmu, vəsaitimi geri çəkə biləcəmmi və yaxud da ki, manipulyasiya etmir ki, ən azı bu məsələləri yoxlaya bilərsiniz. Ona görə siz də maliyyə bazarına qoşularkən xahiş edirəm, ilk olaraq həmin şirkətin saytına baxın, hansı ölkələrdə fəaliyyət göstərdiyinə baxın. Əlavə olaraq Trustpilot saytından daxil olub ilkin addım kimi həmin şirkət haqqında müştəri rəylərini oxusanız, ona verilən ulduzları və yaxud da ki, o skorunu, onun balını görsəniz, ən azı siz qeyd etdiyim kimi belə dələduzluğun qurbanı olmazsınız. Ümid edirəm faydalı olmuşdur dostlar. Sağ olun.